Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu günləri yerli calaqaltı üzərində olan Napolyon ağacına gələn xəstəlik haqqında məlumat almaq istəyərdim sizdən. Baxın, bu Napolyon sortudur. Mən bunu bilərim, baxın. Bildiyimiz Napolyon çox az gətirdiyinə kalibr də yaxşıdır. Əsas məsələ isə, videonu çəkməkdə əsas məqsəd isə bu xəstəlik, bu dağların bu cür quruması, bu hansı xəstəlik ola bilər? Bu bildiyimiz manilyozdur, yoxsa hər hansı başqa bir xəstəlikdir? Bildiyim qədər 3-4 gün qabaq bu yox idi və yanındakı ağaca da gəlib bu cür xəstəlik. Baxın. Baxın bu ağaclar, bu budaqlar. Bu ağacda da bu budaqlar artıq o cür saralıb büzüşməyə başlayıb. Baxın, seçilir yanındakı tünd rəngli yaşıl budaqlardan bu seçilir. Baxın, yarpaqlar büzüşüb və rəngi də saralıb. Bir də dəyərli dinləyicilər, bu ağac da həmin bağdakı ağacdır. Baxın, bu isə başqa bir xəstəlikdir. Bizi izləyən bilgili dostlarımız, agronomlarımız bilirsə bu nə xəstəlikdirsə, bunun haqqında şərh bölümündə məlumat verməklərini xahiş edirəm. Əslində bu qələmlər əkiləndə lap birinci ildən ilk yarpaqları elə belə idi. O qədər müalicə apardıq, heç bir fayda vermədi. Bu ağacın normal boyatmasına falan heç bir maneçilik törətmədi. Lakin yenə də bu yarpaqlarında belə bir xəstəlik var. Yəni normal deyil, yəni baxın. Bu qeyd edeyim ki, yerli calaqaltı üzərində olan Napolyon sortudur.